Günel. Aynen. İndi burada deyirik belə elə. Mən bir insan kimi fikir bildirim. Biz de bu halda olsaydıq, o halda əmin ol ki, insan nə qədər dalaşsa da, yeri gəlsə, mən köhnə söhbətlər açmaq istəmirəm, heç fikrim belə yoxdur. Canlımda da dedim. Mən sadəcə dedim ki, bir ana kimi, mən bilirəm ki, o sözün ucu mənə də toxunur. Mən çox gözəl bilirəm, ona görə qoşuldum. O sən adiyyatı yoxdur. Deni sən özünə götürürsən, sözünü bilərsən. Yox, mənə çox gözəl adiyyatı var. Sən demirsən ki, bir çox tiktokerlər. Sən deməmsən tiktoker, Günel. Yox, tək səni deməmişəm, başqası da var idi. Sən demirsən tiktokerlər. Mənəm. Sən deyirsən ki, Zuzudur. Qurban qoy mən sözümü deyim, düşürəm də. Mənəm ondan dalaşan. Zuzudur, Şəhladır. Tiktokerlər də kakoyti ya mən gedirəm, ya Şəhla gedir, ya da Zuzu gedir. Bir dənə qulaq Mən bir sözümü deyim, sonra deyirəm. Mən çıxacağam indi. Birincisi, mən həyatı boyu burada kimsə barmağın qatdalıb deyə bilməz ki, mən arzuma artıq söz demişəm. Arzumla birinci mən dalaşmışam. İzləyicilər də Allah şahidi. Arzuma indiyənə qədər hörmətsizlik eləmişəm. Əsla, əslində əksinə qarşı tərəf mən eləyib. Bunu da özün çox gözəl bilirsən. Prosta mən bu söhbətləri canlıda canlandırmağı sevmirəm. Mən ondan belə dedim ki, bir qadındır və bir anadır və Arzumun valideyni ilə danışdım. Mənə dedi ki, qızım, onun bilirsən ki, ürəyində heç nə yoxdur. Sadəcə canlı açanda sən də bir tiktoker kimi, canlında çox adam olan insan kimi denən ki, o qarşı tərəf haqqında heç kəs pis danışmasın. Mən də dedim ki, baş üstə. Gözü yaşlı bir anadır. Mən də dedim baş üstə. Mən o momentdə kim olur olsun. Bəli, mən ondan davam olub, şavam olub, nifrətim olub. Onun da səbəbi hamı bilir ki, nə olub. Amma hər bir şey qırağa qoyub, mən uşaqlarına görə bir ana olaraq, mən bütün günü birincisi ondan danışmamışam. Mən bir dəfə mənə sual veriblər. Demişəm ki, qarşı tərəfin ailəsi yaxşı insan oxşuyur. İnşallah barışarlar. İnşallah ki, ara qızışdırmazlar, gedib barışarlar. Yeri gəlsə mən danışmaya da bilərdim. Heç kəs mənə heç nə də deyə bilməzdi. Nə var, mən sənin ürəyini bilirəm, qulaq as mənə. Mən sənin ürəyini başqa bir dənə sözümü tamamlayayım sonra. Sən deyirsən sözü sənə deməmişəm, amma mən sözümü üzərimə götürdüm. Çünki dalaşan mənəm, Zuzudur. Dalaşan mənəm, Zuzudur, Şəhladır. Və belə bir momentdə, əgər, bu sözü yadında saxla, qarşı tərəfin bu tərəflə bu mübahisələr arasında barışmaq yolu varsa, deməli bizim də haydi bu belə ağız-ağıza dalaşanda barışmaq yolumuz var. O tərəf barışa bilir, biz barışa bilmirik. Və yaxud da biz dəstək ola bilmirik. Onda biz yaltaq olduq və yaxud da prim kasan olduq. O boyda hadisəni barışdıra bilirsiniz, amma tiktokerlərin hərəkətini barışdıra bilirsiniz. Siz niyə bu tərəfdən düşünmürsünüz ki, onlar da bir anadır və insan olaraq eybi yoxdur. Gəlirlər, barışmağı düşünürlər, ona baxdılar ürək. Mən həqiqətən də onun tutulmağını gördüm. Qızımın canına and olsun deyirəm. Ona qədər ona nifrətim o qədər sonsuz idi. Canlımda belə küzdül eləmədim. Dedim mən onun halına acımıram. İzləyicilər də burada. Mən nə primə işləmədim. Dedim heç vericimə belə deyil. Amma onu o gün gördüm. O gündən sonra bir insan olaraq pis oldum. Bir qadın olaraq. Mən inanıram ki, Şəhlası da, Zuzusu da bir qadın olaraq. Ayıbdır burada ara qatırsınız, qızışdırırsınız. Yeri gəlsə Arzumla dalaşanlarda, Arzum onlara gül atmayıb Arzum dalaşanda. Arzum onlardan oturub çox sağ ol deməyib ki, onlar Arzumla dalaşıb. Başa düşdün? Sən burada Arzumu bugün tutulub deyə mələk eləyə bilmərsən. Sadəcə bugün Arzum tutulub deyə hamı onun yanındadır ki, o uşaq... Sözümü deyim, xahiş edirəm. O uşaqlarının yanında, o uşaqlarını qovuşsun. Bir də deyim, çıxıram da Günel, xahiş edirəm. Mən də deyim də cavabını. Yox, mən danışım, sən danışma. O uşaqlarına qovuşsun deyə, bugün onunla düşmən olan tiktokerlər belə onun yanındadır ki, nə qədər olsa da o qadındır. Və yadında saxla, Arzumla kim dalaşıbsa, buna səbəb elə Arzumun özü olub. Onu mən bilirəm. Sadəcə bugün o vəziyyətdədir. Allah heç bir qadını o hala salmasın. Sadəcə o vəziyyətdədir deyə. Biz dedik ki, müsəlman kimi, əgər qarşı tərəf bu qədər hadisədən sonra Arzuma barışıq əli uzadırsa, biz tiktokerlər ağız-ağıza verib dalaşıb, bir-birimizə tərbiyəsiz, əxlaqsız demişik. Ana ilə də bacı evdə dalaşır, bala ilə də ana evdə dalaşır. Valideyni gedir polisə verir, şikayət edir. Bu nə temadır ki, deyirsən